Hər birinizi salamlayıram, qarşınızda Əli Məlikdir. Bu videoda sizlərə 2023-cü ildə qəbul imtahana düşmüş belə bir test nümunəsinə baxırıq. Bizə deyir ki, Issiqkol və Qarda göllərinin yerləşdiyi ölkələr üçün ümumi xüsusiyyətləri müəyyən edin. Deməli, Issiqkol gölü bildiyimiz kimi yerləşir Qırğızıstan ərazisində, Qarda gölü isə İtaliyada yerləşir. Deməli, biz Qırğızıstanla İtaliyanın oxşar xüsusiyyətini tapmalıyıq. Seysmik cəhətdən fəal ərazidə yerləşir. Bəli, hər iki ölkə üçün oxşar xüsusiyyətdir. Hər iki ölkə Alp-Himalay geosiqnal qurşağının ərazisində yerləşir. Bunların ərazisində yerləşən dağlara misal gətirsək, məsəl üçün Qırğızstanda Pamir dağları var, Tyan-Şan dağları var. İtaliyada məsəl üçün Apennin dağları yerləşir. Daha sonra burada Vezuvi vulkanı var. Daha sonra Stromboli vulkanları var, yəni oxşar xüsusiyyətdir. Codyarpaqlı meşə və kolluqlar üstünlük təşkil edir. Codyarpaqlı meşə və kolluqlar təbii zonası subtropikin aralıq dəniz tipində üstünlük təşkil edir. Bu isə ancaq İtaliyaya aiddir. 2 yanlışdır. Yüksəklik qurşağı aydın müşahidə olunur. Bəli, yüksəklik qurşağı nə deməkdir? Yəni ərazisində dağlar mövcuddur, yəni hündür dağlar. Bu da oxşar xüsusiyyətdir. Əhalisinin çox hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur, yanlışdır. Ümumiyyətlə türk dövlətləri, Qırğızıstan da bunların içərisində hamısı Altay dil ailəsinə mənsubdur. 4 yanlışdır. Fəaliyyətdə olan vulkanlar var, səhvdir. Qırğızistanda fəaliyyətdə olan vulkan yoxdur. İnzibati ərazi quruluşuna görə unitardır. Bəli, hər iki dövlətlərdə oxşar xüsusiyyətdir. Doğru cavab 1, 3, 6, yəni C bənd olacaq.